Hamıya salam, mən Vaqif. Hər kəsə salam, mən Vaqif. Salam dostlar, kanalıma hoş geldiniz. Ben Vakıf. Nə olar mənə fokusda da qardaşım. İllərdir ki bu sözü demirdim. Bilmirəm, qəribə hiss edirəm. Uşaqlıqdan bəri 2016 və 2017-dən bəri həmişə YouTube-a videolar çəkmişəm və hər həftə YouTube-a video yükləmişəm. İllər keçəndən sonra bu çətin oldu. Düzdür, öz həyatımı çəkmək, həyatımı paylaşmaq çox maraqlıydı, amma başladım özümə bəhanələr deməyə. Çünki həmişə bəhanələrim çox idi. Kameram yoxdur, işığım yoxdur, kompüterin montaj proqramını dəstəkləmir. YouTube-la aramda başqa əlaqə var, yetim bunu heç kəs başa düşməz. Mahnı sözü yazıram, mahnı bəstələyirəm. Hətta son dəfə dostumla bir yerdə klip də çəkdim, amma mən onu paylaşmıram çünki bəyənmirəm, heç nəyi bəyənmirəm. Elə bil dünyanı xilas edəcəm. Bu mükəmməliyyətçilik insanı dəli edir. Amma özümə verdiyim sözləri tutdum. İstədiyim universitetdə oxudum. Kameranın qarşısına keçib, nəsə danışan uşaqdan kameranın arxasına keçib öz hekayəsini insanlara çatdırmağa çalışan bir uşağa çevrildim. Bu cümləni mənə məcbur əsas bilə deyə bilmərəm də yəni. Belə mükəmməliyyətçilik irəlidə olsun ki, heç mükəmməl deyil yəni bu həyatda. Təşəkkürlər. Ona görə də